Dil öyrənmək çox çətin bir prosesdir, hamımız zülm çəkirik. Amma 20 yaşında bir gənc var ki, buna asanlıqla bacarıb, yanımda oturub. Yəni çox dil bilir. Göstər məharətini əmilərə. Neyse yaxşı. Odie dicam de processo acquisitionis linguae. Bir dənə orada tutdum sionist sözünü, İsrail ajansı. Bir dənə də aqua sözünü tutdum, su deməkdir. Yox, aqua deyildi. Processo acquisitionis. Acquisition. O Hə. Latincadan keçib böyük. Hə, oradan keçir. Yəni bu gün dil öyrənmə prosesi haqqında danışacağıq. Amma processo acquisitionis acquire sözüdür, mənimsəmə. Mənimsəmə, əldə eləmə, hə. Ayda demək bu o deməkdir ki, ingilis dilinə çoxlu latin, fransız dilinə üzərinə latin sözlər keçib axı. Tək fransız dili üzərinə, ingilislər bu dəqiqə London aksenti ilə danışanlar, britanlar artistlik eləyir. Özlərinə belə latin kəlmələrini C1 kimi şey eləyirlər, xarakterizə eləyirlər ki, bu belə şey cool sayılır da özlərini latinca danışanda. Hə, öz yerli sözün demək, angry sözün demək istəmir. Nervous deyir, nervioso, sinir. Hə, əsəb də, əsəbləşməyə. Demək belə bir bunu anladım ki, əslində ingilis, məsələn, alman dili ilə ingilis dilində sözlər eynidir, səslənişi fərqlidir. Alman dili ilə ingilis dilində sözlərin bəziləri belə deyim, indiki alman dili Shakespeare-in vaxtındakı ingilis dilidir. Anladım. Çox yaxşı. De görüm, asan dil öyrənməyin yolları nələrdir? Asan dil öyrənmək deyəndə nə nəzər? Bax, məqsədin nədir? Nə bilim, insanların ortalama verdiyi sualları verəcəm sənə bu gün. Ver. Deyirlər ki, asan dil. Yəni məsələn, dil öyrənirlər, oturub oxuyurlar. Nə qədər çalışırlar, yenə də danışa bilmirlər o dildə. Qaqa başa düşürəm, amma danışa bilmirlər. O çox səbəbi nədir səncə? Ortaq işlənən dərdlərdən biri. Bax, başa düşürəm, amma danışa bilmirəm o deməkdir ki, mən bu dili mənimsəməmişəm. Başlayırıq cümlənin özündən. Sən vəbsə cümlən səhvdir. Biz dil öyrənmirik. Dil mənimsəyirik. Dil mənimsənmiriksə, deməli dildə danışa bilmirik. Bax, yəni deyirsən ki, dil öyrənmək riyaziyyat, ədəbiyyat öyrənə bilərsən. Amma gəlirsən dili mənimsəyirsən, çünki bu vərdişdir. Hə, otağa girəndə əlini işıq yerinə atmaq kimi. Bu motor funksiyadır. Biz maşını necə sürüb öyrəniriksə, dili də o cür öyrənir. Bu çox bəsit bir şeydir və biz təbiət qanunlarının kimi terminlər, nə bilim, düsturlar öyrənmirik ki burada. Biz bunu mənimsəyirik, mənimsəmə özümüz küləşdiririk və məsələn belə bir misal verim. Sən əgər uşaqlıqda anadan olandan sonra bir dil öyrənə bilmisənsə Azərbaycan dilini, o deməkdir ki, sən bütün dilləri öyrənə bilərsən sonra. Əgər bir dili öyrənə bilmirsənsə, onda o adam deyə bilər ki, mən dili öyrənə bilmərəm. Deyə də bilməz yəni. Deyə də bilməz, əgər danışa bilirsən. Anladım. İndi bu məsələ problem nədir? Bu insanların, yəni çox common deyirlər, ümumi. Əksər insanların rastlanan. Commons. O da oradan gəlir. Ora gəlir. Hamısı. 67%. İngiliscə 67%-in latincadan gəldiyini xatırlayıram. Və sonradan daha çox keçib. Nəysə. Sual nə idi bir də təkrar elə? Çoxların problemidir. Hə, insanların çoxunun problemi dil öyrənməkdir. Dil mənimsəməkdir. İndidən yavaş-yavaş bəzi anlayışları üzə çıxardırıq. Deməli, problem harda başlayır? Problem dil mənimsəməyə başlayanda. Birinci, o dili niyə öyrənirsən? O dili öyrənmək üçün çox güclü motivasiyan olmalıdır. Şübhəsiz. Bax, bu dil, hədəf dil sənə lazım olmalıdır. Böyük bir motivasiya prosesi də bu. Ümumiyyətlə, dili mənimsəməyə başlayınca limbik sistemdə o anlayışlar yavaş-yavaş formalaşır və sonradan artıq şuurlu şəkildə işləyir. Amma dil öyrənmənin özü, dil mənimsəmənin özü şuursuz prosesdir. Ay yaşa. Şuursuz proses olduğu üçün burada vərdişlərə yiyələnməlisən. Dil mənimsəməyə başlayanda bununla bağlı videom da vardı. Madam ortaq paylaşım edəcəyik. Mən deyim YouTube kanalımda sonuncu videom dil mənimsəməyə aiddir və burada bəzi meta analizləri də paylaşmışam. Elmi empirik üsullarla yəni dil öyrənmək necə olur və Stephen K adından çıxdı. Problem deyil. Ən məşhur lingvistlərdən biridir. Onsuz da videoda qeyd eləmişsən. Hə, o videoda qeyd eləmişəm. Onun dediyi kimi we occur only language in one way and one way. Comprehensible input. Bu nədir? Bu həmin inputları yəni qəbul elədikcə, yəni dinləməklə və yazı ilə o inputları qəbul edirik. Və dil mənimsəməyə başlayanda birinci passiv periodumuz olmalıdır. Bu passiv period nəyə görə vacibdir? Sən dərhal başlasan danışmağa. Bir müddət sonra heç danışmayanla sənin aranda bir fərq olacaq mənfi mənada. O fərq nədir? O heç danışmayan 2 ay sonra səndən yaxşı danışacaq. Niyə? Çünki sənin danışığı limitli olacaq. Sən əgər dərhal danışmağa başlayırsansa, çox az şey mənimsəyirsən. Amma passiv periodda dinləməklə və yazı ilə başlayırsansa məsələyə,
onda dərhal nəticə əldə eləmirsən, amma uzun müddətli planda çox yaxşı nəticə əldə edirsən. Çünki hipokampusda o sözlər, o yaddaşda uzun müddətli yaddaşa, qısa müddətli yaddaşdan keçid mərhələsində o səssiz period çox vacibdir. Və bir də nə vacibdir? Bunu da qeyd edeyim. Problem deyil. Hə, maraqlı gəldi o qism. Hə. Belə bir hipotez var. Emosional filtr. Emosional filtr. Bu nədir? Əgər dərhal danışmağa başlayırsansa, görürsən ki, alınmır. Bir müddət sonra çətin gəlir. Və gör mənimsəmə prosesinin başlanğıcındasansa, artıq bitdi. Emosional filtrdəki divarlar o sərhəd kimi qoymur oradan o tərəfə keçməyə inputları. Çünki həm də beyin nəyi sürətlə mənimsəyib təkamülçü olaraq? Emosional bir hadisədir. Təbii ki. Hə. Ümumiyyətlə hər öyrənmə prosesində emosional təsir var. Hamısında var demək. Olsa daha bir dənə əzbərləmədə yoxdur deyə uğursuz olur çox vaxt. Bax, məsələ də odur. Yəni məcburiyyət hiss edəndə onu o qədər yaxşı öyrənir. Bizim təhsil sistemindəki uşaqların çoxunun uğursuz olmasının səbəbi nə emosional ağırlığın olması. O ümumiyyətlə demə, bizim məktəblərdə ingilis dili tədrisi bizən vaxtdır. Heç 1900-cü illərdə də qalmayıb. Ondan qabaq o bitib, yəni o şey öyrənmə, passiv öyrənmədə, yəni çox qəşəng yerə toxundun, çox xoşuma gəldi. Məsələn söylədin ki, ilk başda yazsanız və dinləsəniz, yəni inputa başlasanız daxil etməyə, daha yaxşı bir dil təməli qura bilərsiniz. Mən yazma deyim. Bəli. Yazmanı oradan çıxardaq, oxuma nəzərdə tutun. Yazma artıq onun nəticəsidir. Qardaş, Əmir Teymur arxasınıza salırsan, sonra tələyə salırsan, sən də sal. Olan hamısını siz yaddan çıxardın, yazma yox. Oxuma və dinləmə. Bu passiv öyrənmədir, amma çox vacibdir. Oxuma və dinləmə. Oxuma və dinləmə. Hə, gözəl. Yəni mən hər zaman tam əksini eşitmişdim, xüsusi, amma eşitdiyim mənbələr də o qədər də legitim deyildi. Niyə? Çünki Rusiyaya gedib bazarda işləməyə, gəldi ki, qağa danış öyrənəsən. Bax, o çox böyük dərddir. Qağa 2-3 dənə söz daldala qoy öyrənəsən. Belə deyirlər. Zarafata salırlar onu. O öyrənmə deyil, o mənimsəmə deyil ümumiyyətlə. O nədir? Bax, əslində bir baxımdan onlar pis mənimsəmirlər. Niyə? Çünki həqiqətən lazımdır da onlara. Bir müddət sonra artıq vacibliyi hiss edirlər. Amma belə bir şey deyim. Onların danışdığı dil danışmaq deyil. O imitasiyadır. Eşitdiyini təkrar edir və belə. Hətta belə bir metod var, imitasiya metodu da var. Dil öyrənmə prosesi, dil mənimsəmə prosesində. Böyük ehtimalla bunu çox sürətli şəkildə öyrənmək istəyən təşkilatlar, bunu 2-ci Dünya müharibəsində daha çox cəsuslar Alman gördün elə onu dedim. Qəşəng. Sən gördünüz necə xoşuna gəldi. Antropoloqa bax belə təsir eləmək olur. Mən ləzzət elədim. Onlar imitasiya metodunu tez-tez belə təkrarlayır. Nə deyir təkrarlayır? Bax elə öyrənirlər. Amma bu yenə də deyirəm, effektiv deyil. Uzun müddətli prosesdə. Uzun müddətli deyil. Yavaş görürsüz, təsiri oldu. Və necə yuxudan oyadır mənimsədi. Bundan sonra bir dənə dili başlayacaq öyrənməyə. Hə. Ona görə də bax, dil mənimsəmə prosesində doğru strategiya, doğru metod qurmalıyıq. Biz oxuyanda oxuduğumuz sözləri input vasitəsilə yavaş-yavaş içəri daxil edirik. Və bir müddət sonra biz orada görmüşük. Həm vizual yaddaş var, həm mənimsəmə prosesində bir akt var da burada. Ondan sonra artıq yavaş-yavaş bir də görürük ki, yəni şuursuz olaraq danışmağa başlayırıq. Bu hardan gəlir belə? Hiss eləmədən. Həqiqətən 2 ay təxminən deyirsən, nisbi deyirsən. 2 ay, 1 ay, 3 ayın sonunda görürük ki, artıq nəticə var. Və bir də mən nəyi bəyənmirəm? Məsələn, kurs strategiyasından onu eləsən, heç nə alınmayacaq və buna görə həvəsdən düşürlər. Buna görə motivasiya olur. Bax, bir dil öyrənməyə başlayanda sən kurslardakı kimi dilləri, məsələn, bu dili birinci bunu eləməlisən, birinci qrammatika, sonra nə bilim. Bu artıq çox keçmişdə qalıb bu metod. Onsuz da demək olar təqib edilmir artıq. Artıq kurslar belə onu. Və hətta mən keçən dəfə bir ingilis dili müəlliminin ağzından eşitdim ki, söylədi ki, ümumiyyətlə artikulları keçməyən kurslar var və bu da çox IELTS hazırlaşan tələbələr üçün çox böyük problem olur. Baxır necə keçməməkdə. Bax, sən onu sırf artikellar desən, filan sözdə bu artikel, o artikel nəyimə lazımdır? Mən bunu yaddan çıxardacağam onsuz da. İşlətmirəmsə, mən niyə onu deyirsən mənə? Amma bir də var ki, o artikelin işləndiyini demədən o artikeli cümlədə işlətmək. Cümlədə işlədirsən, sonra tam bax biz məsələn bir dənə çətin bir qrammatik qaydanı kimsə səhv eləsə, cümlə qursa, orada qrammatik səhv eləsə Azərbaycan dilində biz onu o dəqiqə tutacağıq. Amma biz bəlkə də qrammatikanı yaxşı bilmirik. Hansısa bir məsələn orta statistik Azərbaycanlı savadlı deyil məsələn, universitet oxumayıb, ali təhsili yoxdur, ümumiyyətlə də, yəni savadı yoxdur. O belə o səhvi tutacaq. Düzdür. O qrammatik səhvi o tutacaq. Qulaq öyrəşib axı normal versiyaya. Hə. Və məsələ odur da. Ona görə olur mən ingilis dilində məsələn kimsə danışır və ya da ki yazır, o deyir mən bu olmamalı deyir burada. Adamın ürəyində amma ki bu cümlədə səhv var. Məsələ odur da. Ona görə qrammatika sonranın işidir. Sən
birinci danışmalısan, ondan sonra fikirləşməlisən. Bu danışdığım nə deməkdir? Bu danışdığım nədir? Başlamasan incələməyə. O soranın işidir. Və dil mənimsəmə prosesi 2-3 ay olmalıdır. Nə mənada? Doğru strategiyanı 2-3 ay çəkə bilər. Bunu dəqiq deyə bilərəm. Necə? Bir yerə qədər gəlirsən, mənimsədin, artıq ondan sonra genişləndirmək, möhkəmləndirmək sənin işindir. Sənin işin. Kurs 3 ay keçə bilər. 1 il kursa gedib dili hələ də nə bilim are, nə bilim, am, is belə quraşdırıb cümlələr qurmaq o qədər belə mənasız bir şeydir ki, yəni bunu başa sala bilmirəm. Kimsə mənə kurs tövsiyəsi istəyir. Mən deyirəm ki, kursa niyə getmək istəyirsən? Bu dil, bu imtahana hazırlaşırsansa get, imtahan proqramı ayrı. Amma dili öyrənmək üçün kursa niyə gedirsən? Yaxşı getdin. 1 il niyə gedirsən? 2-3 ay getdin, mənimsədin, bildin də bu dil nədir? Strategiya bildin necədir? Amma bilmədinsə o artıq kursun problemidir. Bax burada o qədər problemlər var ki, yəni mən izah edə bilmirəm. Müasir dövrdə ümumiyyətlə mənə qalsa dil mənimsəmək üçün kursa getmək o qədər mənasız bir şeydir. Yəni burada kurslar verməyəcəm mənim dediyim. Amma yenə də gerçəklik payı var axı, ortaq təcrübədir. Var. Mən indiyə qədər ətrafında tanıdığım və kursa getmiş insanların əksəriyyəti ilə söhbət elədikdə bu qənaətə varmışam ki, təxminən %90 uğursuz. %10 da bəlkə çox o sənin dediyin motiv. Hə, kursa gedən motivdən qaynaqlanır. Məcbur öyrənib. Məsələn, mənim bir yaxın dostum var. Eynən sənin kimi çox dil bilir. Çox sevdiyim dostumdur, yaxın dostumdur. O dilləri kursda yox, motivasiya səbəbinə öyrənir. Yapon dilində öyrənir, ingilis dilində öyrənir. Motivasiya. Və heç bu kursa getmədi. Mən də öyrənmişəm. Hə. Eynən. Deyir, qaqa kursa gedəcəm, alman dilini öyrənib ölkəni tərk edəcəm. Deyirəm, mən indən elədim onu. İndən başla özün üçün. Hə, mən kursa 1 il müddətində getmişəm. Bu da nə üçün? İtalyan dilindən CHILS imtahanı var idi. Mən B1 səviyyə beynəlxalq CHILS sertifikatım var. IELTS necə ingilis dilində, İtalyan dilində CHILS. Sierra Universitetinin nəzdində. Siena bilmirəm bunu. Hə. Deməli, orada getdim kursa 1 il imtahan proqramı üçün. Amma mən o vaxta qədər İtalyan dili mənimsəmişdim. Yəni sırf imtahan proqramı məndə yoxdur deyə getdim və yəni və sertifikat aldım. Hə, bəli. Yəni bunun rəsmi sənədi yox idi. Ondan sonra mən bilirsən amma diplomun yox. Ondan sonra mən heç kursa getməmişəm. Ondan qabaq da heç getməmişəm. Bir dənə maraqlı sual verim. Bəs IELTS-lə bağlı nə düşünürsən? Mənim zəhləm getmiş IELTS-dən. Yəni ümumiyyətlə IELTS insanın dil biliyini göstərirmi səncə? Yox. Məncə mənim ingilis dil biliyimi IELTS göstərmir. Çünki qətiyyən o qədər IELTS alan tələbələri tanıyıram ki, mənim gözümün qabağında 7 olur, heç nə bilmir, danışa bilmir. Çünki orada konkret proqram var, konkret yol var, o yolu izləyir və sırf imtahanda nə lazımdırsa o. Deyə bilərik ki, bu artıq kapitalizmin bir parçası olur. Onsuz da kursların bu strategiyası tələbə cəlb edir. Əksər kursların hamısına aid deyil, çünki mənim tanıdıqlarım var, həqiqətən çox yaxşı kurslar var, şübhəsiz. Hə. Amma əksər kursların strategiyası o yöndədir. Mən bir dənə kurs görürəm. Bir qadın dilində ad çəkməyəcəm hansı kursdur, bilirəm hansı kursdur. Qadın bilərsən də normal. Yəni adını deyirəm, yəni yadda saxlamışam. Uydu. Gör nə qədər yəni təsirli. Deməli qadın danışır, İtalyan dilindən reklam edirlər. Danışır İtalyan dilində. Adam İtalyan dilində sözləri, ləhcəni qoyuram. Sözləri doğru tələffüz eləmir və bu da reklam. Yazdım ki, bu anti-reklamdır. Siz bunu niyə paylaşmısınız? Heç geri yəni müsahidə yazmadılar. Hə. Gördüm, həqiqətən dəhşətə gəlirəm. O qədər böyük rəqabət var ki, kursdan çox kurs var. Sən nə ilə fərqlənəcəksən o bir kurslardan? İtalyan dilində kurs çoxdurmu? Həddindən artıq. Azərbaycanda get-gedə İspan dili daha çoxdur. İspan dili isə Avropada da İspan dili daha çoxdur. Ümumiyyətlə İspan dili, yəni dünyada artıq ingilis dilində, Amerikada belə bəzi bölgələrdə ingilis dilini keçir. Məsələn, Floridadır, nə bilim, New Mexicodur. Bu növbəti suallarımdan birinin parçası olacaq. Aha, yavaş-yavaş gəlir ya, hə? Maraqlı şeylərə gəlir ya, hə? Yəni gəl toparlayaq. Bebo aqua. Yəni su içirəm. İçirəm. Və indi anladığım qədərlə bu oldu ki, asan dil mənimsəmə. Asanat haqqırağa dil mənimsəmələri var. Dil mənimsəmə yöntəmləri var. 2 ay müddətində çalış, oxuyasan və dinləyəsən və beləcə ancaq input qazanasan. Input qazandıqdan sonra da emosional filtri zədələmədən. Yəni bununla bir motiv yaratmalısan. Motiv yaradaraq emosional bağlılıq qurmalısan. Emosional bağlılıq qurandan sonra da beynin motor funksiyalarına bir hopdurmalısan. Beləliklə dili öyrənməlisən. Yəni bu kurslar və digər məsələlər bunlar sizə çox da köməkçi institutlar deyil, sistemlər deyil. Bunu anlamış oldum. Gedə bilərsən kursa, baxır nə qədər və hansı kurs, hansı strategiya. Bəs bir şey deyim, mənim ən sevdiyim üsullardan biridir. Bir sözün etimolojisini mən öyrənməyi çox sevirəm. Möhtəşəm bir şey. Məsələn, mən ingilis mənim öz problemimi deyim sənə. Mən belə düşünürəm. Məktəb vaxtından qaynaqlandı məndə ingilis dilində problem. Müəllim
ya o deyildi. Ola bilər, Hə. amma belə bir şey də var. Azərbaycan dilini, ingilis dilini sonra öyrəndin. Bəli, indi yaxşı da bilirəm. Bu deməkdir ki, heç bir problem yox. Yəni məsələ də budur ki, uzun müddət öyrənə bilməmə səbəbim və özümə məxsus tərzdə öyrəndim. Oturub evdə öyrəndim, motivlə öyrəndim. Səncə nə idi motivi? Tarix? Bəli, YouTube-da zətdə o yazırdılar Azərbaycanın əleyhinə, türklüyün əleyhinə. Mən onlara cavab vermək üçün ingiliscə oldu, yəni. Və buradan nəyə gəlirik? Dilləri filmə baxır, nə bilim belə eləyin, eləyin. Mənasız şeylərdir. Film deyil orada məsələ. Məsələ maraqdır. Məsələ maraqdır. Bax, məsələn tutaq ki, kiminsə astrofizikaya marağı var, məsələn mənim. İngilis dilini akademik səviyyədə öyrənmək istəyir. Astrofizika ilə ingilis dilini birləşdirir, amma kökləndiyi ingilis dili olmur, astrofizika olur. Arada yarı yol. Elə bu da qıraq paket olaraq gəlir. Çox qəşəng yanaşmadır dediklərin. Çox bəyəndim. Həm də ki, o Rusiyaya gedib o bazar dili öyrənən insanlara da bir növ bunlar dil öyrənmir, kopyalayır deməkdir. Çox gözəl idi bu. İndi gəl ümumiyyətlə bununla bağlı əminəm ki, hər kəsə bir təsəvvür yarandı. Növbəti gəlin danışaq roman dillərindən. Çünki Fərhad roman dillərini çox yaxşı bilir, roman dil qrupunu. Gəlin bununla bağlı tarixindən danışaq, bunun önəmindən danışaq, dünyadakı yerindən danışaq. Buyur Fərhad. Roman dilləri. Ən başa qayıdaq. Roman dilləri ümumiyyətlə, bax burada bəzi qeydlərim var roman dilləri ilə bağlı sözləri qeyd etmişəm. Axırda onu da eləyərik axırıncı rubrikamızda, amma ümumi roman dillərinə giriş eləsək biz baxmalıyıq. Roman dilləri hardan gəlir? Ümumiyyətlə linguae romanae latın dilində belədir. Roman sözü Roma imperiyasında latın dili danışdığı üçün latın dilinin qalıqlarıdır. Və roman dilləri ümumilikdə olaraq baxsaq, latındır, klassik latın, vulqar latın, onlar da bölünür. Kontinental roman dilləri və kontinental roman dillərində 2 qrup əsas. 3-4 qrup da var burada. Çoxdur yəni. Məsələn, ən əsaslarını deyirəm. İtalik İtalikdə nədir? Sub ailədir, klassik latın. Hə, hissəsidir. Sub ailəsi. Sonra da şərqi gəlir və bir də proto-italyan. Şərqi də Romaniyadır. Şərqi Balkanda olanlar romandır və bəzi biraz orada Dalmasiya bilirsən də, Dalmasiya zonası. Dalmatiya. Hə, ona Dakia deyirlər də. Bəli. Rumıniyanın qədim adını deyirsən? Hə. O Dakia vilayəti. Amma ayrı şey kimidir. Hə, o ayrı o Dakia vilayəti olub. Dakia o da Hind-Avropa xalqıdır. Romanlara qarşı Destabilizmin öndəri indi üsyan qaldırırlar, uduzurlar. Ocandan sonra Roman o torpaq Dakia torpağı Romalılar tərəfindən həbsxana kimi istifadə edilir. Hə, sonradan ona görə Misirdən hər tərəfdən göndərirlər və fərqli etniklər orada ortaq dil olaraq roman dilində danışır, latınca. Buna görə ora latınlaşır. Hə, lingua franca olur deyə. Elədir. Amma ən başa qayıdaq. Eradan əvvəl 6-3-cü əsrlərdə latın dili necə yaranır? Roma imperiyasının işğalları, ərazilər fəth edirdi və bundan sonra bir assimilasiya, möhtəşəm assimilasiya bacardı. Çox hər yerə yayıldı latın dilini. Sonra artıq eradan əvvəl 3-cü, 1-ci əsrlərdə yavaş-yavaş bu Aralıq dənizi zonasında da hərbi idarə etmə dili kimi istifadə olundu. Senatda danışıldı falan. Bu klassik latındır mənim dediyim, arxaik latın dedikləri buna. Və daha sonra eradan əvvəl 1-ci əsrdən etibarən Siseron və Vergilinin mətnləri də var klassik latın dilində, amma bunu yavaş-yavaş çoxları başa düşməməyə başladı. Sonra nə oldu? Artıq Roma imperiyasının tərkibində latın dili qərb ərazilərinə yayıldı və Qaliya əraziləri, Hispaniol adaydı da, yarımadaydı. Hispaniol idi adı. Daha sonra adam deyirsən, Karib adasının yanındakı Hispaniola? Yo, burada. İberiya bizim dediyimiz Pireney yarımadası. Hə. Daha sonra Lusitania, indiki Portuqaliya ərazisi, Lusistan tayfaları məşhur. Sonra Şimali İtaliyanın bəzi hissələridir. Afrika koloniyaları var orada. Dövlətin adı yadımdadır. Karfagendən. Və eradan əvvəl təxminən 200-400-cü illərdə yavaş-yavaş imperiya daxilində vulqar latın dili yayılmağa başladı. Vulqar da nədir? Aristokratiyadan kənardakı insanların arasında. Ona sırf belə belə necə deyim, kultural səviyyəsi aşağı görüldülər deyə, senatda o dildə danışılmırdı deyə vulqar deyirdilər. Bizim bu ləhcə dediklərimiz, təəssüf ki, bizim Azərbaycanda da var bu cür ayrı seçkiliklər. Məsələn, bəzi ləhcələri sayılır. Mən qətiyyən aşağı görmürəm, möhtəşəm bir şeydir. Yox, yəni mən də aşağı görürəm. Mənasız bir şey. Özüm də bəzən qəsdən elə danışıram. Hiss eləmişəm, bəzi videolarda hiss eləmişəm. Çox xoşuma gəlir. Daha sonra 395-ci il Roma imperiyası rəsmi olaraq parçalandı və daha sonra 476-da isə Germaniyanın işğalından sonra Odakır. ISO. Qərbi Roma imperiyası Tarentun şəhərində bitirdi romanı. Və nə olur? Bulqar latın yavaş-yavaş yayılmağa başlayır, yayılır. Hər bir regionda orada təbii ki Germaniya təsiri olur və daha sonra nə olur? Kelt, İber, Bask. Basklar tam ayrıdır. Bask dili hətta latın dilindən qabaqda var idi dünyada.
çox möhtəşəm, Bəli, hələ də bəli. qoruyubuz. 40 min il qabaq gəliblər Hə. Basklar, Pireneyin və şimalına. qətiyyən əlaqəsi yoxdur German dilləri ilə. İndi Avropalı deyirlər adamlar. deyirlər və heç bir dil ailəsinə də aid deyil bu dəqiqəyə. Özlərinin özünə məxsus deyirlər. Və daha sonra nə olur? 500-800-cü illər arasında yavaş-yavaş bu roman dilləri formalaşır. Fransada vulqar Latın Frank dili, yəni proto-fransız dili və daha sonra nə olur? İspaniya, Portuqaliya ərazilərdə Vizqotların təsirinə baxmayaraq yavaş-yavaş burada da roman dili əsas qorunur, amma sonra nə olur? İspan, Portuqal formal olaraq dilləri yaranır. Bu İspan Kastilya dili idi İspanın əvvəlki versiyası. Portuqalın da məsələn Gallego dedilər, nə bilim. Sən dediklərin hamısı əslində dövlət müəssisələrinə qayıdıb. Kastilya dedin və yaxud ki Vizqot dedin. Vizqotlar ümumiyyətlə bilirsən də Hunların hücumundan sonra qaçıb gəlib, daha doğrusu birinci Fransanın cənubunda Bordo bölgəsinə yerləşirlər. Hə. Məşhur Theoden var, Lord of Rings'dəki. Onların hökmdarı Theodoricdən gəlir o. Yəni Tolkien onların kralından götürür onu. Çünki Theodoric Katalon döyüşündə Hun ordusuna sağ cinahdan 10 atlıları ilə birlikdə. Onu eşitmişdim. Və Theodoric orada ölür Theoden kimi. Daha doğrusu Theodoric'in oğlu Torismund onu eləyib özü yox. Həmçinin o Vizqotlar İspaniyanı işğal edəndə dövlətin müəssisəsini yenə latın dilindən istifadə edərək idarə edirdilər. Çünki roman dilində birinci qaldı. Yəni German dili heç nə eləyə bilmədilər. Sonra Franklar amma müəyyən qədər eləməyə çalışdı. Onlar belə latinlaşdı. Yəni Frank German tayfaları fransız oldu. Yəni latinlaşdı. Sonradan hə. Yəni bəli. Və İtaliyada da bölgədən bölgəyə dialektlər hökm sürür. Napoliyan məsələn Napolitan bölgəsində Napolidə hə, orada çox qəribə danışırlar. Mən məsələn adi italyanca danışıram. Deyirəm o mangiato. O mangiato yemək yedim mənasındadır. Mən məşhur feil mangiare. Yeməklə çox araları var ona görə. Amma Napolidə yaşayanlar Neapol, Napolitan ləhcəsində deyirlər ho mangiato. H-nı vururlar orada. Ho mangiato. Hə, çox qəribədir və ş istifadə edirlər tez-tez. Ş-nı da tez-tez İtalyan dilində çox nadir halda görürük. Nə bilim, Lecce Yunan dilindən yaxınlığı ola bilər səncə? Amma maraqlı hipotezdir. Onunla bağlı hipotezlər var. Amma bilirsən ilk İtalyan bu, hə, ola bilər əslində. Bununla bağlı ilk İtaliya ora olub axı. Yəni Yunanlar ora ilk İtaliya deyiblər, Buzovlar ölkəsi. Oradan başlayıb koloniyalaşdırdılar İtaliyanı. Bir bu ola bilər. İkincisi də bilirsən Normanların da Cənubi İtaliyanı idarə etdikləri dövr olub. Hə. Və bir də qaldı nə? Rumıniya. Rumuniyada, Balkanlarda da latın dili çox ərazilərdə yox oldu. Amma Karpat dağları ətrafında və bir də indiki Rumıniya ərazisində Vlaxların dilində. Sonradan saxlanılan sən dediyin o tarixi hadisə, onun da çox böyük təsiri var idi. Və sonra nə oldu? 800-1200-cü illər arası. Burada yavaş-yavaş müstəqil dillər yaranmağa başladı. İtalyan dövlət dili yaranmağa başladı, nə İspaniya. İzolyasiyaya uğradılar deyə hərəsi özünə məxsus formalaşır. Bu da təbii ki, tarixi olaraq dövlət yarandıqda dillər də dəyişir. Proto-fransız dilinin ilk nümunəsi tapıldı. Okistan dili də məsələn bu formalaşanlardan biri idi də. Okistan Kataloniyanın yanındadır, bir ərazidir. Fransanın cənubudur. Hə, çox böyük, bununla bağlı çox böyük səhvlər var. Bax burada da qeyd eləmişəm. Deməli, Okistan dilini çoxları fikirləşir ki, Okistan, Katalan, bu kimi dillər İspan dilinin qalığıdır. İspanyol, Hispanyoldan gəlir. Bax bununla bağlı burada qeydlərimdə var. Deməli, Portuqal dilində elə fikirləşirlər. Deyirlər ki, məsələn, Gallego dili, Portuqaliyada bəzi dillər var, yəni o ərazidə. Gallego dili Portuqaliyanın şimalındadır. Hə, ümumiyyətlə ilkin variantı da Gallego. Kastilya, İspan və Kastilya adlanılır. O deyir ki, oradan gəlib. Amma Gallego və orada bəzi dillər də var da, Gallegodan başqa. Burada qeyd edilir Leonezdi, Marandezdi bu dillər də var. O təsirdir. Asturiyan belə dillər də var. Asturis şeydir, bilirsən Pirineyin şimal-qərbindədir. Aha. Asturika bölgəsidir o. Aha, amma məsələn, Portuqal çalışları dəfələrlə. Bu Portuqal dil dəftərim budur. Bax burada bu şeyi də göstərək. Burada məsələn Portuqal dilinin tarixi inkişafında yazmışam. Mənə göstərəndə elə bildim ki, PS 2013. Braziliyadan Portuqaliya. Deməli burada bu qeydlərimdə də yazmışam ki, Portuqal dilinin ilk lüğəti Bluetao lüğətidir. Bluetao lüğətində belə bir şey yazılmayıb. Yəni ki, Portuqaliyada Kastilya ərazisindən və digər dillər, Asturiyan bayaq dediyimiz kimi, Leonez dili, bunlar müstəqil dillərdir. Gallego'nun özü də Portuqal dilinin ilkin versiyasıdır. Yəni İspanyol, İspan dilinə heç bir əlaqəsi yoxdur. Kastilyanın heç bir. Eyni ilə də Okistan və Katalan dillərinin heç bir əlaqəsi yoxdur. Bəli, bəli. Elə bir hipotez də var. Ona görə onsuz da azad olmağa çalışırlar da, özünü fərqli görür. Ayso. Hə, dillərdə təbii ki, dəyişiklik olur. Və sonra dediyim kimi, məsələn İtalyan dili 1800-1200-cü illəri, 13-cü əsrdə Dante Alighieri'nin burada əsəri də var orijinaldan. Məsələn burada həm İtalyan, həm də Latın qarışığı sözlər var. O vaxt İtalyan dili Latına daha çox oxşayırdı da. Latın kökləri də vardı. Bəzi sözlər məsələn fərqli idi. Deməli Dante Alighieri müstəqil İtalyan dilinin banisidir və Dante
yazdığı məsələn İlahi komediya əsərində allegorik dildə yazmışdı onu. O əsərdə indiki italyan dilində bəzi sözləri görə bilirik və İtaliyanda belə deyim də, İtalyan dilinin banisi, nə bilim, İtalyan dilinin qurtarıcısı və s. sayılırlar. Çox böyük hörmət edirlər buna İtaliyada. Nəysə, eyni ilə də digər dillər bax bu cür formalaşmağa başladı. Məsələn, fransız dili yavaş-yavaş daha da izole vəziyyətə gəldi və orada təbii ki, çox təsirləri var. Frank tayfalarının içində də bəzi dəyişikliklər, bir-birinə keçən sözlər falan. Aha, gəlir indi 1600-1900-cu illərə. Burada nə oldu? Burada artıq roman dillərinin qlobal genişlənməsi başladı. Niyə? Təbii ki, koloniyalar roman dillərini genişləndirdi. Amerika qitəsində nə bilim fransız dili diplomatiya dili oldu, hətta dünyada birinci dili idi ingilis dilindən əvvəl. Və 19-cu əsrdə də latınlaşma islahatı ilə rumunlar da öz dillərinə geri qayıtdılar. Çünki 19-cu əsrdən sonra ona qədər də slavyanlara da təsir olub da rumunlara, düzdür? Təbii ki. Və birgə yaşayırlar. 11% slavyan sözləridir. Məsələn, bir şey var idi, roman dillərinin xəritəsi vardı, statistikası, fərqləri, sözlərin fərqləri. Orada bütün dillərdə patata idi, rumunda kartof idi. Yəni belə bir maraqlı məlumat. Yuxarısında Ruteniyalılar, yəni Ukraynalılardır. Bu tərəfdə Slovakiyalılardır, Sloveniyalılardır. Nə bilim, cənubda Bolqarlardır. Hə, 100% təsir olacaq. Bir də Macar dilinin təsiri ola bilər. Macar dili də çox qəribə. Ora girməyə çünki yüksək. Yox, vlaxlara deyirəm. Finogor dili də. Uqor dili ailəsi. Amma Macar dili də elə dildir ki də çox belə mən bir dil ailəsinə məsələn baxanda ailə eləyə bilmərəm də. Macar dilinin çox cüzi təsiri var rumun dilinə. Hə, çox cüzidir. Hə, çünki oraları işğal edib birinci Arbatxan, bilirsən də uzun müddət Macarın təsiri altında oldular. Avstriya Macarıstan da. Sonra Avstriya xilas eləyir, güya Osmanlı xilas eləyir, birləşdirir özünə Macarıstan. Sonrakı tema. Deməli, dedimmi, qloballaşma başlayır o dövrdə. Portuqaliya yavaş-yavaş dənizlərə səyahət elədikcə, hətta Pedro Álvares Cabral dövrü idi də, səhv eləmirəmsə. Sonra yox, birinci o gəldi 1500-cü ildə Pedro Álvares Cabral. Bunu tanımıram. Hə? Tanımıram. Deməli 1500-cü ildə oydu. Gəmi kapitanı gəldi Afrikada İğnəburnu tərəflərə. Orada çox böyük fırtına oldu. Qayıtdı Braziliya tərəflərə, Braziliya sərhədlərinə. Və sonra yerlilərlə mübarizə başladı. Ondan sonra İspaniya tərkibinə saldı Portuqaliyanı vəfat edəndən sonra Pedro Álvares. Hə, bəli. Kim idi? İkinci kimin dövrü idi İspaniyada? İkinci adı yadımdan çıxdı. Deyim də sən, o müharibə Mərakeşdə olur, kral ölür, Portuqaliya kralı varissiz. Hə, ona görə Osmanlı hücum edir. Onu demirəm. İspan kralı kim idi? Portuqaliyanın tabeliyini salan. Onu deyim, mən də o vaxta qədər bir məlumat verim. Deməli, Portuqal dilinin də əsasını qoyan birinci Dinizdir 1290-cı ildə. Diniz ilk dəfə İkinci Filip. Diniz ilk dəfə 1290-cı ildə universitet yaradır Lissabonda. Universidad do Lisbon Universiteti. Və o universitetin nəzdində də Portuqal dili tədris olunma başlayır, müstəqil olaraq Portuqal dili artıq bir dənə bir şey deyim. Bəyəxdiyi məsələ budur. Bu 1578-ci ildə bir müharibə olur, 3 kralın savaşı. Hə. Amma 1500 o sonradır. Mən dediyim budur ki, Osmanlı imperiyasının yardım etdiyi Mərakeşlə İspaniya, Portuqaliya Birləşmiş Ordular döyüşür. Orada səhv etmirəmsə kral ölür. Hə. Portuqaliya kralı ona görə İspaniya işğal edir Portuqaliyanı. Səhv etmirəmsə elə idi. Amma deməli İspaniya tərkibindən qurtulmaq üçün Portuqaliya 1530-cu ildə rəsmən artıq koloniyaya çevirir Braziliyanı Martin Alfonso de Souza'nın vaxtında. Deməli Martin Alfonso de Souza gedib həmin əraziləri tutur, yerlilər tabe edir və artıq Braziliyada Portuqal dili danışmaq və indi bu gün Martinə görə Braziliyada İspan yox, Portuqal dili hələ də bütöv ərazidə təsirini qoruyur və Cənubi Amerikada sırf Braziliyanın böyük bir demoqrafik xüsusiyyətlərinə görə Portuqal dili çox geniş yayılıb. Halbuki digər ölkələr hamısı İspanca danışır. Təkcə Portuqaliyadır. Braziliyada daha doğrusu Portuqalca danışır. Yəni belə bu inkişaf mərhələləri belədir və ümumilikdə indi 1900-cü ildə bu günə qədər roman dilləri ortaq xüsusiyyətləri nədir? Məsələn, tarixi əsərlərə çox böyük köməyi var. Mən İtalyanca mətn oxuyanda, İtalyanca başa düşdüyüm üçün, bildiyim üçün Latınca mətn oxuyuram, görürəm ki, bu sözləri bilmirəm, amma İtalyan dilinə oxşayır və İtalyan dilində 82% leksikonu Latın dilinə yaxın olduğu üçün İtalyan dilini bilmək, Latın dilini mənimsəmək üçün çox böyük vasitədir. Çox böyük vasitədir. Əlavə olaraq belə bir məlumat verim. Buradan indi klassik və vulqar Latın fərqlərini izah elədik əvvəldə. Mən belə bir şey deyim ki, deməli vulqar Latın dilinə keçiddə yavaş-yavaş dil sadələşdi. Sadələşdikcə nə oldu?
söz önləri, prepositionlar çoxalmağa başladı və yerli çıxışlı hal ləğv olundu. Onun yerinə söz önləri istifadə olunmağa başlandı və bir də nə oldu? Söz sonlardakı t hərfləri düşməyə başladı. Sözün sonunu yeyirdilər vulqar latın dilində. Və hətta belə bir misal çəkim sizə. Deməli, vulqar latın dilində bir söz yazaq, bir dənə cümlə deyək, tutaq ki, dediyim kimi söz önləri və klassik latın dilində müqayisə edək. Deməli, bir cümlə. Maximus kitabı atasına verdi. Bu cümləni belə qururuq da klassik latın dilində. Maximus patri librum dat. Dat burada üçüncü şəxsdə verdi deməkdir. İndi bunu vulqar latın dilinə çevirsək. Yəni bizim dili kimidir əslində. Bizim dil kimidir, hə. Mübtəda başda xəbər sonda. Amma dəyişə də bilər. Elastikdir. Bax, patrini mən şeydə istifadə edirəm. Maximusdan sonra axıra da qoya bilərəm. Maximus dat librum patri. Maximus librum dat patri. Belə demək, o çox elastik dildir. Flexible. Deməli indi gəldik vulqar latına. Vulqar latında necə dəyişdi? Dediyim kimi t-lar atıldı axı və belə oldu. Maximus da t getdi. Dat deyil. Da libru a padre. Patri deyil artıq. A istifadə elədilər. Padre də adlıq halda qaldı. Yəni sadələşdirir. Hə, ataya yox, o ataya. O ata tərzində məsələn. Hə də indi ata ya. O ya düşdü də orada elə. Ya düşdü. Ayso. Bax belə. Və bu sadələşmədən sonra da artıq yavaş-yavaş tacirlər, nə bilim kəndçilər öz dialektlərində danışmağa başlayanda yavaş-yavaş müstəqil İspan, İtalyan, fransız dilləri yaranmağa başladı. Və bu da onun təsiridir. Çünki daha çox səyahət edirdilər və daha çox yerə yayırdılar. Amma nə olsun senatda klassik latın dili danışılır. Yəni bu çox böyük təsirdir buna. Ümumiyyətlə hər zaman elədir də, yəni. Hər zaman elədir, heç olmaz. Belə yəni bu latın dilləri arasında fərqliliklərdir və hətta indi istəsən növbəti mərhələdə latın dilləri ilə roman dilləri ilə türk dilləri arasında oxşarlığı. Gəl birbaşa keçək ona, çünki latın dillə bağlı kifayət qədər məlumat verdim. Hə, birbaşa keçək istəyirsən, yaxşı. Deməli burada da sözlər yazmışam, bəzi qeydlər var. Ən əsaslarını deyəcəm. Deməli latın dili ilə türk mənşəli sözlər. Latın dilləri ilə, yəni müasir İtalyan, İspan. Bizim dildən o dilə keçən söz varmı? Bizim dildən yox, ərəb vasitəsilə keçən çoxdur. Çünki birbaşa bizim dildən ola bilməz də, yəni keçsin. Əlaqə yox. Latıncadan bizim dildə şampun, xampun var, amma o da ki ərəbdir də, yəni ərəb sözdür. Məncə hə. Yəni o ümumiyyətlə beynəvi sözdür onsuz da. Amma mən həqiqətən bax divan. Yəni. Divano. Divan. Bu sözdür. Sonra oradan keçib bizə. Bizə yox. Bizdən ora keçib. Çünki farsda divan var idi. Fars türk mənşəlidir. Oradan keçib bu dillərə. Yavaş-yavaş bir-birinə elçilər əlaqə qururdu sarayda və ondan sonra deyirdi ki, məsələn, şahın divanı, divan falan. Ondan sonra onlar o sözü istifadə etməyə başladılar. İndi təsəvvür et, daha maraqlısını deyirəm. Yeniçəri sözü İspan dilində yenitharo şeydir. İtalyan dilində belədir. Janissero. Janissero. Janissary. Janissary. Ayso eyni sözdür. Sonra çox maraqlı, daha maraqlı. Janissero, hə? Daha hə. Onlar elə deyirlər. Nəyə deyirlər onu? Yeniçəri sözünü? Yeniçəriyə deyirlər. Çünki onlarda elə bir ordu quruluşu yox idi. Həm də elə bir ordu quruluşu yox idi də. Sırf Osmanlıya xas deyildi axı. Onlar fərqli bir quruluş. Sonra karavan, karavano, karvan. Daha sonra bax belə bir həm də əlavə olaraq bunu deyim ki, çox qəribə bir qəlib var. Bu İtalyan, İspan dillərindən keçib. Deməli, odalıq sözü var türk dilində. Odalıq qızı. Bu odalıq? Hə, odaliska. Eyni sözdür. Eyni söz. Odalıq qızı orada istifadə. Odalıq qızı nəyə deyirlər? Evdə qalan daha çox yəqin ki ona deyirlər, yox? Odalıq. Mən bilmirəm ki, ümumiyyətlə odalıq qız dedi. Çox maraqlıdır ki, oradan bu çünki görürlər ki, məsələn, sarayda odalıq qız falan deyirlər Osmanlı sultanları. Bunu nəyə deyirlər? Çox qəribə gəlirdi onlara və yavaş-yavaş kölə xidmətçi qadın. Yəni də fahişə demək olar da. Yox. Yox. Alt rütbəli qadın xidmətçi. Bax görsən onlarda sadə fahişə idi. Amma Osmanlıda onun dərəcələri də var idi. Bu sivilizasiya fərqidir, yanaşma fərqidir. Ona görə sırf olduğu kimi qəbul edirlər sözləri. Daha sonra türklərin rəmzi rəngi var da. Türk deyəndə mavi və indi bizim dediyimiz firuzəyi rəngi. Bu İspan dilində necədir? Turkuaz. Turko, turkuaz. O türklərdən gəlir. O türklərdən gəlir. O sözü birbaşa çevirilər. Daha sonra ərəb mənşəli sözlərə çəkməyə bacardım. Bu dəfə deyəsən baş rolda. Deməli, ərəb sözlərinə gəlsək, asafran. Nə?
Asafran İspan Aftaxa dilində. deməkdir. Yox, asafran, Ha, zafarano, Zafaran. zafaran. Sonra aftaxa deyir. Nə əlaqəsi var? Daha sonra İtalyan dilində belə bir söz var, zucchero. Zucchero. İspan dilində deyəsəm tutacaqsan o. Azúcar. Nə? Azúcar. Asukar. Sukar, şəkər. Şəkər. Yəni sonra admiral sözü də oradan keçir. Ha, ərəb sözüdür. Hə, ərəb sözüdür. Ümumiyyətlə ərəblər yaxşıdır. Bilirsən də ilk kolonializmə ərəblər başladı. O heç elə onu deyirəm də əsas oradan başladı keçməyə. Yəmənlər Efiopiyanı da Hə. koloniyalaşdırıblar. Tarifun sözü. Tariflər, tarifa, tarif. Tərifun sözündən gəlir. Tarifun. Tərifun. Lingvistik detallara çox da fikir verməyək. Ay, Deməli- zordur. Deməli daha maraqlı bir detal. İspanlarda inşallah sözü var. Hə, bilirəm. Oxala. Bunu Oxala mən inşallah. inşallah demişdim. İnşallah oradan keçib. İnşallah. Ha. Çünki həm də belə bir maraq var. O həm də ərəb sözləri İtalyan dilində də var. Niyə? Çünki birinci Siziliyaya gəliblər, sonra gediblər yavaş-yavaş o tərəflərə, düzdür? Tunisi fəth eləyəndən sonra oradan Siziliyaya keçdilər, düzdür? Hə, ərəblər birinci Siziliyaya gəldiyi üçün, sonra Pireneya yarımadasına gediblər. Birinci Siziliyaya gəldiyi üçün Apenninə keçir. Apennində də İtalyan dilinə keçir sözlər. Ona görə İtalyan dilində də ərəb mənşəli sözlərin sayı çoxdur. Bu belə alkoqol sözü onsuz da yəni yavaş alkoqol ərəblərdən keçib və beynəvi sözdür. Daha sonra zero sözü. Çəri? Zero. Zero, Zero. sıfır. Əl-sıfır. Zero. Ha. Zero oradan gəl. O heç, o da dünya. Əlcəbra, əlxibra, algebra, yəni bu çox oxşarlıqları var. Algoritm, algoritmo, nə bilim, algoritme çoxdur da, yəni oxşarlıqlar. Ərəb dillərinin, ərəb sözündən də, ərəb sözləri, yəni bu dillərə çox təsir. Yəni ta düşün də 700-cü ildən düz 1100-lərə qədər də, yəni baxırıq Hələ ondan Portuqaliya da çox, məsələn o dövrdə yaşayır. 1492-ci ildə son ərəb dövləti İspaniyada. Hə. Reconquista sözünə baxsaq, bax. Yenidən fəth. Hə, bax, conquistar fəth eləməkdir. Reconquistar. İkincində. Yəni bu söz ümumiyyətlə ingilis dilində elə Re də re. Latın mənşəli. Latın mənşəli rebuild. İngilis dilində ona görə istifadə edilir. Rewind. Hə, hamısı oradan gəlir. Hamısı. Repair. Bu tərzində. Ha, davam elə. Və tam türk mənşəli olub, Balkan həm də Balkan türk mənşəli olub, roman dillərinə keçən sözlər var. Balkan, Türkiyə, Balkan, Osmanlı, yəni baklava o heç, boza, Boza. boza. Boz. Elə boza. Grey. Fransız dili. Fransız dili istifadə olunur. Yəni türkdən də fransızca keçən sözlər var da. Bu deməkdir. Sonra bir söz. Banyo İspanlardan keçib türklərə. Banyo elə banyo. Banyo kimi. Hə. İspaniyadan Türkiyə. Bir də keçən dəfə mənim bir Yurt kəlməsi. yurt görmə. Yurt kəlməsi yurte. Elə o mənada istifadə olunur. O mənada istifadə Hansı olunur. dildə? İspan dilində. Məsələn, qaplaq sözü, Qalpaq. qalpaq. Baş geyim. Orada qalpak. Eyni sözdür. Sonra rakı heç, onu bilirsən. Yəni çoxdur da, yəni türk dilindən də keçənlər var. Mən bir Türk dilindən keçənlər qrup var. yoldaşım var idi xaricdə. O Rumıniyalı idi. Aha. Onun yanında bir dəfə himnin asını məzələnmək üçün. Himndə düşmən sözü var idi. Düşmən. Hə. Rumun dilində Rumun dilində düşmən. Rumun sözü dilində var. başqa sözləri var. İndi unutdum. Birbaşa türk dilində eynidir keçib ora. Elə sözlər də var. Elə təbii ki, işğal altında olub. İşğal deyəndə yəni Osmanlı təsir dairəsində olub, bəli. Yəni vassal idi, protektorat idi. Düşman, hə, çox maraqlıdır həqiqətən. Elə fərqləri görmək, o cür lingvistik əlaqələri Çox möhtəşəm bir şeydir. Çox maraqlıdır, hə. İndi Fərhad mənə bəzi cümlələr deyəcək. Mən də onun hansı dildə olduğunu tapmağa çalışacağam. Burada bəzi cümlələr yazmışam. Yəni bu səslənişinə görə tapmalıyam ki, Səslənişə görə. Ümumiyyətlə yazılış olaraq çox oxşardır. Roman dillərinin öyrənmə üstüncə öyrənməyin hamısını səhv tapacağam. cəhətlərindən Mən biri. Age of Empires 3-də İtaliya, Portuqaliya, İspaniya əsgərlərini seçəndə orada bir dənə o səsləri eşitmişəm, bir də fransız. Je le ferai belə danışır. Fransız tapacaqsan. Fransız tapacaqsan usta. Fransız dili bu arada ən çox fərqli olan səslənməyə görə Təbii ki, belə. odur. Onda təsiri var, German təsiri təbii ki. Şimalda formalaşma. Hə. Daha sonra bunu deyim, görüm təxmin edə biləcəksən. Limbile romanice sunt limbi melodice derivate din latina İtalya. și differente regionali. İtalya. Romaniş dilidir. İsveç rəmzanındakı 60 min nəfər Aha. danışdığı dil. Yox, oxşuyur ona, amma o deyil. Oksitanlı mı, Katalonlu mu, nədir?
Yaxın İtaliyaya yaxındır. İspan, Portuqala oxşamır. Çiçi, miçi çox dedin. Şimali İtaliyaya oxşuyur yəni. Medicin ailəsinin elə bir danışığı ilə. Yox, səhv təxmin. Anladım bir də düşünəyəm. Bir də təkrar edeyim. Limbine romanice sunt limbi melodici derivate din latina și cu diferente regionali. Elə bir sən nə dedin Regionali. sən? Bir də derivate dedin, dəyişimdir. Latin dilindən nəyisə dəyişim olubsa, Aha. mən belə anladım. Aha. Yəni cümləni ki, Cümlənin özünün tərcüməsi budur ki, roman dili Latin dilindən dəyişikliyə uğrayıb və uyda. Məsələn, linguistik əlaqə və melodik. Melodik də tutdum elə o. Eyni sözlərdir də, yəni Bu Rumun ingiliscə dilidir. çox boş şək götürüb nə? Bu Rumun dilidir. Rumun dili idi, hə, Hə. nə gözəl. Şiku, şı ən çox Rumun dili istifadə edilir. Ş ən çox Rumun dilindədir. Hə, gözəl, gözəl. Həm də onlarda məsələn, Hə, nə deyirəm? Aha, da. ay səni, Çox nəysə. superdi, maraqlı gəldi. Biraz da oynayaq. Sonra hə. Nəysə, mən niyə həyəcanlanıram? Əlim Mən tərlənir. tapmalıyam bu arada, onsuz da narahat olma. Nəysə, indi bunu taparsan məncə. Deməli, hansını deyim, bir dənə seçim eləyim. Yaxşı, bunu deyim. Le lingue romance sono melodiche derivate dal latino e con differenze regionali. Bunu tapmaq rahatdır məncə. İtalyan da. Bu İtalyandır, ha. Ha dedin ki, Latin dilinin nə bilim melodikası şeydən götürülür, nə bilim. Yox, Latin dili melodikası çevrilmişdir. Yox, Latin dillə dəyişikliyə uğrayıb və melodik Dəyişir. səs, melodik dillərdir. Qaqa mən öyrənə bilərəm bu dili. Nəyi? İtalyan dilini. Hə, öyrənərəm. İtalyan və İspan dilləri Latin dilləri arasında oxunduğu kimi, yazıldığı kimi oxunan Mən elə şey ən sevirəm. əsas dillərdən. Bəli. Bax, yazıldığı Fransız kimi. dilini heç sevmirəm. Fransız Üç dilində dənə söz yazır, 8 səs. 7 hərfli söz bir səs kimi deyilir orada. Bəli. Yəni, ümumiyyətlə fransızlar sonradan çox qısaldılar sözləri. Məsələn, ingiliscə femininity sözünü feminite deyirlər, indi feminite eləyiblər. Get-gedə qısaldırlar. Çox mənasız yerə, yəni. Mən ona görə məsələn fransız dilini çox da sevmirəm nisbətən roman dillərinə müqayisədə. Deməli, növbəti cümləni deyəcəm. Romanae linguae sunt linguae melodicae e latina origine ortae et differentias regionales habiten. Çox ayə elədin. Yəqin ki, buradan tapmaq olar. Katalan, Oksitan, Oxşir amma yox, o da deyil. Portuqaldır. İndi çox da işlək dil deyil. Ölmüş dili mənə deyirsən, mən onu Latin hardan dilidir. bilim? Latin özüdür. Latin özüdür də, yəni burada Mən də elə indi, qardaş, mən Latin dilini harda eşitmişəm? yaxşı, bunu deyim. Les lenguas romances son lenguas melódicas derivadas del latin. İspancadır bu. Bu İspandır. Yəni Çünki oradakı sən hardan bilirsən? S. İspan qızlar danışanda qulaq Hə, asmışdım. İspan qızlar. Dili pərtəkləşdirir bir S hərfi Madrid İspancasında pərtəyə oxunur, amma Latin Amerikasında S-ni elə necə var elə Çünki bir oxuyurlar. dənə qız vardı, Bask regionundan idi ilə xaricdə. O danışanda bax belə danışır. Elə xoşuma gəlir. Və rıları vururlar. belə sözü Rıları vururlar, hə? axırı elə bir ürəyə gedir. Sözü başlayır, Hə. axırda ölür qaqa. O da ərəbin təsiri var. Bir də ərəb də pərtə idi. Bunlar da pərtə oxuyur axı. Deməli, Qəşəng titul da bu. hə. El Libertador. El Libertador, elə deyirlər. Nəysə, növbəti cümlə bunu da taparsan məncə. As línguas românicas são línguas melódicas derivadas ao latim e apresentam diferenças regionais. Portuqal. Çünki şılar, Portuqal. Bu. Bir də ki mən bir sənə diqqət eləmişəm. Sonluğu güclü vuran elə Portuqaldır. İtalyanla Portuqal. İtalyan, ISO. İtalyanla Portuqal elə bir sonluğu qəşəng vururlar. Hə. O bir ölür, elə İspan elə axırda ölür. Və belə qusaraq nə yalandır bulamıyasın. Bu amma Portuqaliya, Lissabon Portuqalcası, hansı ki 1230-cu ildə dedim, Denizin dövrü, birinci Denizin dövründə yarandı. Lissabon Portuqalcası. Amma Braziliya Portuqalcası çox fərqlidir, çox. Orada t-lar ç kimidir, d-lar c kimidir. Məsələn, interessant Lissabon Portuqalcasına. Interessante Braziliya Portuqalcasına. Muito bom. Kopya Boa sorte. Braziliyalılar hələ çing çox melodik səslənir. Braziliya Portuqalcası daha qəşəng qulağıma gəlirdi, xatırlayıram. Eu falo do futebol brasileiro. É muito presente. Bəlkə bizi söyürsə.
Nəysə. Hardan bildik? Hə. Bu fərqləri izah elədim. Və bu arada motivasiya dedik, qayıdaq motivasiya məsələsinə. Mənim də Braziliya Portuqalcasını öyrənməyim ən böyük motivasiya mənbəyi təbii ki, Braziliya futbolu məşhur və möhtəşəmdir. Yəni oradan böyük bir motivasiyadır. Mən başqa şeyə ehtiyac yoxdur. Nəysə belə, fərqləri yəqin ki gördün, amma bir son dil qalıb. Onu da deyirəm, çox çətin ola bilər, amma taparsan məncə. Les línguas românicas são línguas melódicas derivadas del latim e amb diferentes regionais. Fransız emblemində Fransızın təsiri var. Oksitandır. Aha, yaxınsan? Katalan. Katalan. Ha. Çünki orada Fransız təsiri var. İspan qarışır, belə İtalyan hamısının qarışır. Ortada da ola. Fransa burdadır, nə bilim, burada İspaniya, burada İtalya, burdadır. Onun təsiri var deyə o cür səsləri məsələn sonluğa. Bir də oxu da onu. Bir də oxuyum. Les línguas românicas são línguas melódicas derivadas del latim e amb diferentes regionais. Həm həqiqətən hiss olunur. Cənubdakı o Latın roman dilləri ilə şimaldakı fərqi ortasında. Çünki axırda reji elə bir özbəkdirdi. Qıpçaqla Oğuzun arasında qalıb da, yəni Qıpçaqla Oğuzun arasında qalan özbəkidir. İkisindən də bir çox detal götürüb. Hə. Qarlıq türkçəsi də yəni. Bizdə də elədir. Oradan Azərbaycanda görsən bəzi şeylər oxşayır. Bəli, eynən. Onu ümumi dil ailələri ilə bağlı, dillərlə bağlı danışanda bilməm neçə il sonra. Mən sadəcə özbək dilinin türk dilindəki rolunu bir növ Oksitan dilinə bənzətdim. Sadəcə bunu dedim. Yəni doğru metodika ilə çox rahatlığını öyrənmək olar. Bənzər oxşarlıqlar var. İndi gəl belə bir şey danışaq. İndi mən istəyirəm həqiqətən bir roman dili öyrənim. Amma ya da ki alman dili ya da roman dili arasında qalmışam. Böyük ehtimal alman səsləyəcəm gün sonunda. Çünki odur psada. Mən motivasiyam onda axı ora gedirəm. Almaniyaya. Təbii ki. Sən deyirsən ki, birinci başlayıb oxumalıyam və dinləməliyəm. Hə. Yəni sən başlayanda alman dilini dinləmək zülmdür. Başlayanda dilə bütün bəbir növlərini öyrənməyə ehtiyacın yoxdur. Ən vacibləri öyrəndin sözləri, daha çox işlənəni. Daha sonra bir sadə bir mətn götürürsən. Yavaş-yavaş leksikonu artırmaq mütləq. Başlayanda leksikon sözləri öyrənirsən də yavaş-yavaş. Bax qeydlər eləyir uşaqlar. Hə. Bilən abimizdən. Nə? Leksikonu genişləndirirsən bir dildə. Qrammatika zadı boş ver, amma onun içində qrammatik strukturları olmalıdır. Sən onlara fikir vermirsən. Qrammatik qaydalara fikir vermirsən. Genişləndirirsən. Leksikonu genişləndiririk. Qramarı rədd edirsən. Qramar cümlədə ola bilər ha. O genişləndirdiyin sözlərdən ibarət cümlədə. Amma ona fikir vermədən. Qramara çox fokuslanma. Hə də yəni niyə burada had been oldu ya da had oldu? Bunlara fikir vermirsən sən. Okay. Daha sonra gəldin bir yerə. Artıq alma, armud, pişik, pələng bilirsən bu sözləri. Çox kiçik A2 A1 A2 səviyyəsində bir mətn götürürsən. Story mütləq. Çünki dil mənimsəmə prosesində ən vacib oxuma metodu hekayə oxumaqdır. Onun da növü var. Hekayə oxuyanda çünki dialoqları oxuduqca bizim beynimiz dili mənimsəməyə başlayır. Real situasiyalarla. Yəni ki, məsələn mənim ingiliscə problem də o idi. Mən spesifik olaraq keçmiş dövrü danışırdım deyə, durmuş, axan zaman yox idi məndə. Mənə təsir edir. Yəni hərəkəti öyrənməlisən. Hə. Ona görə hekayəyə ehtiyac var. Hərəkəti öyrənmək, anladım. Feil, hərəkət. Birinci feillər. Aha, sonra. Daha sonra artıq yavaş-yavaş o qrammatik strukturları artıq şuurlu şəkildə mənimsəməyə başlayacaqsan bir müddət sonra. İstifadə edə bilərsən. Və oxuyursan, məsələn, bir hekayəni, mənimsəyirsən, artıq yavaş-yavaş dinləməyə keçə bilərsən ondan sonra. Dinləyirsən. Lap əvvəldə dilin sadəcə melodik xüsusiyyətlərindən tanış ola bilərsən. Tanışlıq mərhələsidir. Bu yer gəlmişəm. Bunu da tezimdə qeyd etmişəm. Dil öyrənməyə aid yazdığım, dil mənimsəməyə aid yazdığım tezisdə qeyd etmişəm ki, məsələn, dilin əvvəl melodik xüsusiyyətlərindən tanış oluruq. Dilin necə səslənməsi ilə, qulağa necə gəlməsi ilə, daha sonra artıq mənimsəmə mərhələsinə keçirik. Burada dinləməyə başlaya bilərsən. Sadə şeylər. Dinlədin, yavaş-yavaş və dinləyib oxuyursan daima. Söz əzbərləməyə ümumiyyətlə qırağa qoymalısan. Yəni sən onsuz da sözü necə öyrənəcəksən cümlə içində. Yəni onun çünki harda işləndiyini biləcəksən, onu şablon olaraq öyrənəcəksən, şuursuz şəkildə. Yəni başa düşməyəcəksən xırdalıqları. Niyə bu söz bunun yanındadır? O daha sonra get-gedə oturuşacaq özünə. Bunu elədin. Bundan sonra səviyyə görürsən ki, birdən-bir artdı. Mən A2-yə gəldim. Necə oldu? Heç nə eləmədən, heç nə danışmadan, heç nə yazmadan. Bu belə olacaq. Ondan sonra artıq yavaş-yavaş pasiv mərhələni keçəndən sonra emosional filtri zədələmədən yavaş-yavaş akta əl ata bilərsən. Nə? Hərəkətə yəni. Action. O yer gəlmişkən o da ortaq sözlərdən, roman dillərindən. Aksiyon, aksione, nəysə. Belə.
Bundan sonra artıq yavaş-yavaş strategiyanı özün qura bilərsən və öz yolunu seçə bilərsən. Çünki hər kəsin dil mənimsəmə prosesi fərqlidir, metodları fərqlidir. Metodika yəni elə olmalıdır ki, sən həvəsdən salmasın. Belə. Sonrakı isə öz yolun. Artıq özün onsuz da biləcəksən öz yolunu. Amma yenə deyirəm, burada nə edə bilərsən? Bax, tam antropoloq yanaşması, lingvistik baxımdan dilin etimologiyasına maraqlanandan sonra. Mən etimoloji xəstəsiyəm də. ISO, alman dili, german, proto-german və salam. O cappuccino sözü də səhv eləmirəmsə latın dilindən gəlir. Papaq deməkdir, baş deməkdir. Məsələn, kapitoldur, kapitulyasiyadır. O kapuçin işçilərindən gəlir. Yəni kapuçin bitkisi, orada fermerdə işləyənlər var. Oradan gəlir. Oradan gəlir. Amma kapitə də sözü başa qoyulan bir şey. Onun papağı var axı, kofenin elə bir fərziyyə də var, hə. Məsələn, kapuçin çeşidlərindən gəlir. Kap sözü var, papaq mənasında. Bir də var kapitulyasiya. Yəni məxud ki, kapitol, capital, paytaxt, yəni baş. Amma bu dəqiqə ən böyük fərziyyə kapuçin çeşidlərindən gəlir. Ola bilər, ola bilər. Maraqlı yanaşmadır. Yəni indi dedin ki, qardaş, gedirsən birinci leksikon gəlsən, qoyursan qabağına bir kitabı, çox bəsit də, ən aşağı səviyyədə. Oxutursan, onlara baxarsan, sözlərə. Sözlər gözün gördükcə də, qulağın da alışdıqca da, yavaşcadan bir də görürsən ki, akiləsən 2-3 aya. Yəni analiz eləyə-eləyə də, həzz ala, bütün o sənin dediyi kimi etimologiya ilə maraqlanırsan, bilirsən ki, artıq bu söz belə dəyişikliyə uğrayıb. Onda da sənin yadda salman çox mənfi tərəf də var. Çox böyük mənfi tərəf var. Code switchingdə çox böyük çətinliklər çəkirsən. Dildən ilə keçidlərdə ortaqdır, bənzərdir axı. Mən İspan dilində, yeri gəlmişkən çox pis belə bir əhvalatı danışım özümlə bağlı. Çünki bunu həqiqətən çox keyfim pozuldu bunu eşidəndə. Deməli, bir molda Azərbaycanda, Bakıda İtalyanları gördüm. Getdim yaxınlaşdım, dedim ki, bəs əlimdə də kofe var idi. Dedim mən bunu günortadan sonra içsəm sizə təsir eləməz ki, pis təsir eləməz sizə. Cappuccino bilsən də günortadan sonra. Bilmirdim ya. 12-dən sonra aksiyalar edirlər. Ciddi ki, turistlər 12-dən sonra cappuccino içir. Olmaz. 12-yə qədər səhər ancaq içirlər onu. Bir də nəysə başa. O qədər yeməklə başdan qatmaq. Mən bundan sonra xaşla, yəni imkan verməyəcəm. 6-dan sonra xaş yemək olmaz. Ay, всё. Boşdu qalır. Belə. Boş şey, hə istəyirəm. Var o biraz. Pizzanı nə ilə, makaronu qırmaq olmaz. Hə, onlarda var, biraz başdan xarablığı var. O boyda Roma imperiyasının qursu sonra düşdü. Çünki mədəniyyətləri yəni əsasən şeydən ibarətdir. Musiqidir, nə bilim, yeməkdir. O heç lap yaxşı, Allah canına. Dedim onlara, dedilər ki, non te preoccupati, non è problema. Biz bunun hissəsi deyilik. Part. Yox, orada almadı. Okuparte? Aha, preokuparsi öncədən okupasiya kimisə tutmaqdır. Aha. Occupation. Preokupari narahat eləmək. Narahat eləmək. Möhtəşəmdir. Özün tapsan. Roma dilən. Preokuparsi. Bir də mən bir də altında söz deyim ya, artist deyim də. Ver nəsə oxuyacağam. Impressionante. Nə? Impressionante. Impression. Qualo i nə? Fiammingi tra başım bura. Koroğlu. Koroğlu gördüm orada alanda o qədər fərqli idi söz. Deməli elə dedilər mənə və turist də dedi ki, sənin danışdığın italyan dili İspan ləhcəsindədir. Orada başıma elə bir ki, qaynar su tökdülər. Çünki o periodda mən İspan dilini öyrənirdim işlə bağlı. İspan dilinə məruz qalırdım deyə. Artıq italyan dili yaddan çıxırdı və mənfi cəhət dediyimdə budur. Dildən arası keçidləri o qədər bənzərdir ki, bir-birinə oxşayır və sözləri qarışdırırsan səhv tələffüz edirsən. Ona görə eyni dil ailəsində sözlər biləndə mənfi tərəfdə budur. Məsələn, mən fikir vermişəm, alman dilini bilənlər də olur ingilis dilində danışanda. Xılar, nə bilim, alman dilinin söz deyil. İsveç dilini bilən bir dostum var mənim. İsveç dilini bilir, ingilis dilini bilir, alman dilini bilir. Əməlli başlı. Bilirsən də Almandan daha çox İsveç daha yaxın sayılır ingilisə. Onsuz da Skandinav dilləri heç qətiyyən əlaqəsi. Çünki yurtlar gedib də, Anglo-Saksonlar yurtlar, onlar biraz şimalda idi, Almaniya şimalda, Skandinav. Bax izolasiya belədir, cənubdan şimala. İngilis, Alman, Skandinav dilləri və İsland dilini vəbşə ayırıram. Çünki o qədər izolasiya, telefon sözü, kompüter sözü öz dillərindədir. İsland dili demək olar ki, 1200-cü illərdə kimi qalıb, çox az dəyişib. Onu birləşdirən əsasən Bluetooth-dan sonra oldu. Birləşdirir Danimarka kralı və daha söz dilləri bənzərləyir. Başqa nəyin qaldı deməli? Duraq gedək. Sənin nəyin qaldı? Əsas sənin nə sualın var? Düzü məndə bitdi. Gedirəm bunları tətbiq eləyəm. Ümid edirəm uğurlu olar. Alınmasa gərəksən. Sınamayım. Birinci dedikdir mənə. Alınsa deyərəm eləyərsən. Alınmasa gərəksən üstünə. Alınmasa gərəksən üstünə. Təşəkkür edirəm Fərhad. Mən təşəkkür edirəm. Çox maraqlı oldu, tam fərqli bir üslubda oldu. Mən də çox yorğun idim, bilirsən. Təşəkkür edirəm. Həm də keyfim açıldı, özümə gəldim. Grazie mille. Grazie mille. Dəyməz nətər deyilməz. Prego. Dəysə də incitməz nətər. Nəysə, bir də Prego. Prego. Prego bro. Nəysə belə
Təşəkkürlər izlədiyiniz üçün, fikirlərinizi yazarsınız. Uğurlar diləyirəm. Sağ olun. Hələlik. Sağ olun, nətər deyim? Sağ olun. Xudahafizin to, nə? Nətər deyim? Hansı dildə? İtalyanca olsun. İtalyanca olsun. Əlvida kimi. Arrivederci. Hə? Arrivederci. Arrivederci.